Gəlməyənlər üçün qeyddə elimdə. Yəni təxminən gec qoşdu kamera. Və danışıq Hindistandan. Hindistanda hansı dövlət var idi axırıncı dəfə rastlaşdırılmaz? Moğol dövləti. Moğol dövləti 1526-1858-ci il, amma o da vahid şəkildə deyildi. 18-ci əsrdən parçalanmağa başlayır və dağınıq dövrünü yaşayır. Yəni Hindistanda vahid dövlət yoxdur. Moğol dövləti var, o da parçalanıb, onun yerində ayrı knyazlar və dövlətlər yaratdılar. Və gələ biləcək təhlükənin qarşısını alacaq bir vahid dövlət yoxdur. Keçdik, deməli, Hindistan uğrunda mübarizə. Bu başladı nə vaxt? 1498-ci ildə yadınızdadırsa, Vasko da Gama Böyük Çörək kəşflər nəticəsində sizə görə bilməm, gələk belə yazılır. Böyük Çörək kəşflər nəticəsində artıq Hindistana yol, dəniz yolunu kəşf elədi. Bundan sonra Avropa dövlətləri atmışdılar Hindistana və bir-birini qırmağa başladılar Hindistan uğrunda. Bu bir-birini qıranların içərisində ən fəalları kim idi? İngiltərə və Fransa. Bunlar arasında 1756-1763-cü illərdə dedik ki, 7 illik müharibə baş verir. Bu müharibənin içərisində İngiltərə qalib gəlir. Kanada və Benqaliyanı ələ keçirir. Bizə Kanada lazımdır. Bizdə Kanada nə vaxt lazım olur? Deməli, biz ABŞ-ın yaranmasını keçəndə, orada bunun haqqında biz danışırıq. İndi bizə lazımdır Benqaliya. Yəni, Benqaliyanın işğalı ilə İngiltərə Hindistanın işğalına başladı. Nə zaman başladı? 1700-lərdə, yəni ki, 18-ci əsrdə. Məsələn, analiz testində düşür ki, İngiltərə Hindistanın işğalına başladı. Orada müxtəlif əsrlər verir. 18-ci əsrdən etibarən başlayır buna. Və nə zaman bitirir bunu? 1856-cı ildə Aud knyazlığını tutmasıyla Hindistan işğalını bitirir. Bizim köhnə kitablarda əslində Aud knyazlığı falan yazmırdı. Yazır ki, 1849-cu ildə Pəncabın işğalı ilə buranın işğalını başa çatdırır. İndi İngiltərə bu işğalı kimin vasitəsilə aparır? Oz Hind şirkəti işğallara rəhbərlik edir. Yadınızdadırsa, Yelizavetanın dövründə biz deyim, yadınızdadır? Yox? Tamam, yadındadır. Deməli, demişdik ki, Yelizavetanın dövründə 1600-cü ildə Austin şirkəti yaranmışdı, ticarət şirkəti idi. Amma bu ticarət şirkəti deyəndə heç kimin gözünün qabağına Obama market, rahat market falan gəlməz. Bundan reklam edir, zaman marketləri. Gəlməsin. Yəni, bu şirkətin çoxlu gəmiləri, ticarət gəmiləri, hərbi gəmiləri, həmçinin nədir onun adı, əskəri, filanı var idi, topu, tüfəngi var idi. Yəni, bunlar hərbi işğalla məşğul idilər. Bunların tərkibində alimlər filanlar da var da, yer gəlmişik. Onlar həmən tutduqları yerdə tədqiqatlar falan aparırlar. Austin şirkəti vasitəsilə aparırdı. Austin şirkəti Hindistanda özünə hərbi dəstələr yaratmışdı. Bu hərbi dəstələr adlandırılır sipahilər. Bu sipahilər haqqında kitablarımızda qısa konkret verir. Sipahi üsyanı başladı. Sipahilər kim idi, nə idi? Heç kimin xəbəri yox. Sipahilər adına hərbi dəstə yaratmışdı. Bu hərbi dəstənin zabitləri ingilisləri, əskərləri isə Hindlilər. Belə. Və elə Hindistan içərilərinə doğru bu Austin şirkətinin bu sipahi dəstələri vasitəsilə daxil olub və işğal edirdilər. Keçdik nəyə? Keçdik İngilislərin Hindlilərə qarşı münasibətini. Deməli, Hindliləri ikinci dərəcəli şəxs sayırdılar. Dərəcəli adamlar. Məsələn, qatarla harasa gedəndə, məsələn, bir şəhərdə başqa şəhərə gedəndə, Hindlilər İngilislərin mindiyi, oturduğu qatara minmirdilər. Vaqona da qatar deyil, vaqona minmirdilər. Hindlilər üçün ayrıca nəzərdə tutulmuş vaqonlar var idi, Hindlilər ancaq orada gedə bilərlər. Onları, yəni Hindliləri, İngilislərin oturduğu, mindiyi vaqona buraxmırlar. İkinci də belə baxırlar, yuxarıdan aşağıya. Siz də varsınız yəni, o da baxır. Salam gedir. Sonra ağır vergi zorakı xristianlaşdırma
Bunların əslində hamısını bir cümlə ilə deyə bilərik. Nədir bir cümlə? Müstəmləkə zülmü.